deyim. Bax, o zaman bu cümləni də tut. Heydər Əliyev Kəmaləddini öldürtdürmək istəyib, bu seks məsələsi ortaya çıxıb və İlhama belə deyib, sənin yataq otağını çəkirmiş. İlham da deyib, çəkir hobisi, çəksin, onu qəti öldürmə. Qabil bəy, hətta mən sizə biraz da çox deyim. Kəmaləddin Heydərovu döymüşdülər o vaxtı, möhkəm döymüşdülər. 2 ay müddətində Kəmaləddin Heydərov Azərbaycanı tərk etmişdi. O vaxtki dövrdə. Ancaq kaset var deyənə, ümumiyyətlə bilərsiniz da, məsəl üçün Qüdrətin özündən neçə soruşmuşam ki, sən alxud dağıtsalar nə qararsan, sən deyir, əlimdə elə kasetlər var ki, dəhşətə gələrsən. Hətta Kəmaləddin Heydarovun arvadından da belə deyir, məndə şey var, nədir adı, kompromatı. Bilirsən nətərdir? Qabil bəy, mən bunların içində olmuşam da. Bunlar bir-birinin arvadı ilə yatır, video çəkirlər. Bunlar bir-birinin qızlarını yatırlar, video çəkirlər. Bir-birini belə şantaj edirlər. Cavabını necə lazımını verdim. Amma sadəcə olaraq bir şəkil çəkmişəm. Demək, Mehriban Əliyev ilə cinsi əlaqədə olan bir nəfər bunu sirri mənə açmışdır. Qabil bəy, siz bilirsiniz, Eşət bəy, siz bilirsiniz də, Qabil bəy, çox maraqlı şeydir. Bu sizin üçün sensasiya doğru bir şeydir. Çünki mən bunu açmayacaqdım. Məcburiyyət qarşısında bunu açıb deyirəm. Sizin kanalda deyirəm bunu mən. Mehriban Əliyev ilə cinsi əlaqədə olan mənim yaxın bir dostum. İlham Əliyevin tələbə yoldaşı olubdur. Mehribanı bir neçə il üzr istəyirəm şey deyiblər. Bilirsinizmi Mehriban Əliyevanın cinsiyyət orqanında hansı nakolka var və arxasında hansı nakolka var? Deyim sizə. O meyxana gedir, şir elə şirdir, şir şəkili var. De bizə, de. Mehriban Əliyevanın yuxarı tərəfdən cinsiyyət orqanlarına gedən bir qartal başıdır. Aşağı cinsiyyət orqanına da, bəli, iki tərəfdən qartaldır. Aşağı tərəf, bəli, belə formada. Belə. Burada yazmışam. Arxadan da, aşağı cinsiyyət orqanlarında da altdan qartal şəkilləridir. Amma arxasında, demək, arxasında, üzr istəyirəm, belə deyirlər, arxasında nə deyirlər, sünnət olmamış cinsiyyət orqanı şəkili var arxasında, iki dənə arxasında. Ay İlham Əliyev, ay oğra, ay Beqiliyəz, ay anası Paşə, ay oğrasından deyəm, mənim kimi siyasətçini sən gətirdin yenə də bu söyüş kampaniyasına sərdir. Vidadi bəy. Nə deyirəm, gör sənin arvadının, əgər yalan deyirəmsə, arvadının qabağına skopitini baxsın. Sənin arvadının cinsiyyət orqanının qarşısında qartal şəkili olması barədə nakleykanı